Yarım finalda düşmüş orta səviyyəli suallardan biri daha. N-in elə ən kiçik qiymətini tapın ki, bu çoxluqdan seçilən n sayda ədədin içərisində hər zaman elə 2 ədəd olar ki, onların cəmi 100 olsun. Bu məsələni həll etmək üçün göyərçin yuvası prinsipindən istifadə edəcəyik. Birinci, cəmi 100 olan ədədləri gəlin qruplaşdıraq. 1, 99, 50 tək başına qıraqda qalacaq və 100 də tək başına qıraqda qalacaq. Biz əgər bu şərtin ödənməməsi üçün maksimum sayda ədəd seçə bilsək, həmin cavabın üzərinə 1 gələndə şərt avtomatik ödənmiş olacaq. Bəs bu şərtin ödənməməsi üçün maksimum cavab nədir? Bu çoxluqlardan, burada 49 dənə çoxluq var, hər çoxluqdan maksimum bir dənə ədəd seçmək mümkündür. Əgər hər hansısa birindən ikisini seçsək, zaten şərt ödənir. Biz şərtin ödənməməsi üçün hər çoxluqdan bir dənə ədəd seçirik, yəni 49 ədəd. Bu çoxluğu da seçirik, çünki bu heç bir cəmdə iştirak eləmir ki, 100 olsun. Və bu çoxluğu da seçirik, çünki 100 özü də iştirak eləmir ki, 2 ədədin cəmi 100 olsun. O zaman buradan 49 ədəd, buradan 2 ədəd seçsək, cavab 51 olur. Pis halların sayı. Pis hal dedikdə nəzərdə tutulur? Yəni 51 dənə elə ədəd seçmək mümkündür ki, heç bir 2 ədədin cəmi 100 deyil. Bu maksimum ədəd olduğu üçün 51-in üzərinə 1 gəlsək, yəni bir dənə əlavə ədəd seçsək, o ədəd buradan seçilmiş olar və buradan seçilən, buradan 49 ədəd seçmişdik. Buradan seçəcəyimiz 50-ci ədəd o deməkdir ki, hər hansısa bir çoxluq, AB çoxluğu hər iki elementi seçilmiş olacaq. Əgər hər iki element seçilmiş olarsa, şərt ödənəcək. 52-ci seçəcəyimiz ədəd məsələn şərtini ödəmək üçün kifayətdir. Cəm 100 olmaq zorundadır göyərçin yuvası prinsipinə görə. Cavabımız D variantı.